Neysin ağam? Ağam gibi. Resulzade elçi bey! Resulzade elçi bey! Resulzade elçi bey! Ahırdan kal. Resulzade elçi bey! Hadi. Biraz yavaş yürüyün, biraz yavaş yürüyün. Ben geriye bilmem, ayağımı damat çal. Ver yol, ver yol. Bir kere yükselim bayrak bir daha eğilmez. Bir kere yükselen bayrak bir daha eğilmez. Hayır, havada sözüm. Ha. Yana baş. Ve bana köy. Şu ağzını zıpla Hasan'ı. Eşşeğin bir eşşeğin. Ağız ayrı şerefsiz. Resulzade elçi bey! Resulzade elçi bey! Resulzade elçi bey! Resulzade elçi bey! Böyle ağzınıza ayrı yuttular. Geçin kurban olsun burada, oğlum bu ağzını patladı. Biraz yavaş gelin. Bir kere yükselen bayrak bir daha eğilmez. Yoruldum. Ayağım yoruldu. Eşk olsun. Kes. Tamam ben de. Gel sana. Biraz yavaş yiyin, biraz yavaş yiyin. Biraz siz yavaş yiyin, o da yavaş yiyin. Ben geriye bilmem artık. Hadi biraz yavaş geliyor. Ayağım yoruldu ya. Yıkılacağım yere. Biraz yavaş yiyin. Ben ayağım yakışandı demedim ki. Yoruldu ayağım yoruldu artık. Dal daha güzel. Çıkın bak. Evet şu an düzeldi. Şu an düzeldi. Çok da bana şaşmıyor. Biraz aşağı gelin. Biraz aşağı gelin. Resulzade elçi bey! Resulzade elçi bey! Resulzade elçi bey! O da pahalı değil.
Dayanın burada. Dayan. Sözde Dayan. yok. Esasında sizin gölgede olmazdı. Siz olun. Dayanın. Birazdan ben dayağımı dincin Adam alayım. göndermişim. Oradan haber gelsin. Ben dayağımı biraz dincin alayım. Aman öyle. Arkada. Arkada. Burada. O da arkada. Yok ki kalktı. Geldi bana dedi ki adamlar oradaydı. Dedim bana orada olan adam lazım değil. Geldi bana dedi ki kaytarmayacağım gelip burada. Geldiler burada. Hadi başla dedi. Ya, Havaya bekmeden vurup bakıyor şimdi. Aciyetten geçsin. Benim aldığım məlumatı görə minimum qalmaq üçün məliyəm. Amma mən hərəkətli onda deymişim. Yemin ederim. eşim evladım. Billah yükselen hayrat İbrahim. Sakla sakla. Gel birazdan çıkacak. Tanıyayım. Erman Bey bayramın mübarek. Bayram mübarək. Sen de şəkilin düşsün ağayın. Ha. Sen üzü versin. Sənin çəkimdə bahanə bax, deyir, yəni mənə də çək canlı. Bahanə budur. Sağ ol, təşəkkür edirəm qardaş. Bahanə axtardı, özü çək canlı yanında göstərdi.
Sen de çəkir. Nətərməsə, çəkən sənsən, mən sənə desəm belə eləyəsən. Çəkdirəm, verdim dala qabağa. Bir də belə dedim, yavaş yavaş. Sen bayrağını gözü ne gördün? Zaten. Anlar bəy, Ataş bəyin bayrağını verdim. O da benim başkanım. 50 manat cərimə, vəssalam. Əlimdə saxlayıram. Ha. Son bir 10 dəqiqə çəksin gedir. 10 dəqiqə çəksin gedir. Orada gözlemeyi bundan yaxşı. Bəlkə onda insan. Biraz yavaş. Biraz yavaş. Asta asta. Biz sənin ayağın ağrımasını hiss edirik. Ha, yavaş yavaş. Yavaş yavaş olmalı. Ha. İncicir. Ürəyimə vurur, ürəyimə. Eşk olsun. Salam olsun Lütfü'den. Sağ ol, eşk olsun hanım. Resulzade Elçi Bey. Resulzade Elçi Bey. Resulzade Elçi Bey. Solasın. Sola çaq. Ben sonra sağa çizdim hemen. Deməli döz yavaş yeriyor. Deyirəm yavaş edilmiyor da. Ben sonra bizi belə deyirəm. Bırak burada. Buraya gelin belgeler gelin. Sola kesin, sola kesin. Sola kesin. Hayır, çeşitli oturun. Hayır.
deyir, nə deyirlər? Tanımırlar. Tarlalar, tarlalar. 10 dəqiqə tarlalar. Ay canım. Ora annem babamın bu abdəsidir, abdəsilə nə gəlirdi, deyəcəm bizə bax burada başqaları dolar gələndən sonra başa çəkər. Bizim partiya daxil olacaq, məmada çıxış edəcək, hamımız buna şahid olacaqsınız. Canlı yayın beğenin və paylaşın. O milli bayraqdan bir dənə qabağa gəlsin də. O milli bayraqdan bir dənə qabağa. Şikar qabağa. Yox, yox, Türkiye'nin bayrağıdır. İki dənə. Milli bayraqdan bir gəlsin qabağa. Ay sağ ol. Özlerini gösterirse onlar kimler diyorlar, akıl lazım. Bir daha hamımızı bayramımız mübarək olsun, təbrik edirik. Bu canlı yayım gelir, paylaşın. Arkadaşlar, koy hamı görsün canlı yayım. Xahiş ederim, hamımız. Sizə hamıza təşəkkür edirəm ki, baxış kesirin, baxın, eləyin, yayın. Koy hamı görsün.
Kaç səsi də meydanlardan gəlir, burada yox. Alovu çıxır. Yavaş yavaş gelin bunlar dağılmayacaklar yoksa. Gelin. Yarışa giriblər də, çıxış yarışına giriblər. Məncə bir 2 dəqiqə gözləyək. Dağılırlar. Məncə gözləyək, dağılırlar. Dağılırlar, məncə gözləyək. Baştaki ite boş düşsün aşağı git şöyle. Hey dünya, dünya, səslər burada möhkəm gəlir. Gəlsinlər meydandan səslər möhkəm gəlsin. Mən də burada çıxış elə, gələn də burada çıxış. Babamla. Şimdi verin gel de stol bakayım ne de duruyor. Bizim adımızı verir ha. O da olan. 100 ay sən deyirəm. Terbiyesiz. Tanış seçsənsə, onlara tanış. Qoydum hamı bilsin. Sen geliyor. Yükselen bayrak bir Muhammed. Yükselen bayrak bir Muhammed. Resulzade elçiler! Resulzade elçiler! Bayramımız mübarek olsun. Resulzade elçime. Resulzade elçime. Resulzade elçime. Resulzade elçime. Resulzade elçime. Resulzade elçime. Beyler. Elim mukavemet. Sana bir röportaj edelim. Karası yatağında bir gördük size. Tiyatro yerinde çıkında bırakacak yol verir ki geldi. Daha kesin önde çektim. Birleşme lazım. Birleşme lazım. Bayramımız mübarek. Bayramımız mübarek. Dayan, bunu gibi. Bizi fazla. Asma sen seçil, bunu seçil. Bana bak Yunus, tez ol.
Ellerine sağlık. Bayramınız mübarek olsun. Sağ olun. Qardaş geç. Lazım be. Bunun yanında gel. Sahile kalm çek. Lazım da beni çek sonra sen çek. Sahile kalm. Can demek Sen gel aşağı. Sen gel aşağıda mı orada? Türkiye. Azerbaycan gelsin bir de. Sen gel. Sen gel oraya. Bayramınız mübarek. Tamam oğlum. Tamam oğlum. Hörmətli xanımlar, hörmətli bəylər, Azərbaycan Cumhuriyyətinin 108-ci il dönümünə həsr olunmuş bugünkü ziyarətimizin Azərbaycan Respublikasının dövlət dili ilə başlayır. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladın şanlı vətənin, səndən ötürü can verməyə cümlə hazırız, səndən ötürü qan dökməyə cümlə qabiliz, düşməni bayrağınla məsul yaşa, düşməni bayrağınla məsul yaşa, millətlərdən qurban olduk, şəhərlərdən idam olduk, yurdundan keçərsən, bir qəhrəman oldu. Sən olasan Gürcistan, sənə hər an can qurban, sənə bir məhəbbət, sinədə tutmuş məkan, namusunu risk etməyə, bayrağını yüksəltməyə, namusunu risk etməyə, cümlə gənclər müştaqdır. Şanlı vətən, Azərbaycan, Azərbaycan, Allah şəhidlərimizin ruhunu şad eləsin. Azerbaycan Türkiye. Azerbaycan Türkiye. Azerbaycan Türkiye. Azerbaycan Türkiye. Azerbaycan Türkiye. Eşk olsun Elbey'e. Allah şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlərimizin ruhunu şad etməyi bizə nəsib eləsin inşallah. Ordumuz müzəffər, əsgərimiz qalib olsun. Amin ya Rabbi. Bu tarixi burada iştirak edən hər kəs bilir. 108 il bundan qabaq olanları və bizim üçün heçdən bir bayraq yapıb Azərbaycan göylərinə dikənləri, babamız Rəsulzadəni və onun silahdaşlarını hər kəs tanıyır, bir hökumətimizdən başqa. Hər kəs hörmət və ehtiramla, rəğbətlə, sədaqətlə yad eləyir hökumətimizdən başqa. Hökumətimiz bu bayrağın müəllifindən qorxur. Bu cumhuriyyətin qurucusundan qorxur. Adını çəkməkdən qorxur. Amma bu bir şərəf işidir. Əslində bundan şərəflənməlidir. Hökumətimiz də ehtiyatlanmamalıdır. Nə üçün? Ona görə ki 44 günlük savaşda, bir günlük antiterror əməliyyatında Azərbaycan əskəri şəhid olaraq, komutan olaraq, qazi olaraq bu bayrağın yolunda savaşdı. Bu bayrağı Azərbaycan ərazisində, Azərbaycan ərazisini bütövləşdirməkdən ötürü həmin ərazilərdə təkrar dalğalandırdı. Bu bayraq bizim üçün hər şeydir. Bu bayraq bizim namusumuzdur, bizim varlığımızdır, bizim bu günümüzdür və gələcəyimizdir. Həm də tarixi və şanlı keçmişimizdir. Ona görə də bu bayrağın yolunda, bu bayrağın kölgəsində, bu bayraq uğrunda savaşanların nəsibi həmişə saadət olacaq. Şəhid olanda da saadət olacaq, qazi olanda da saadət olacaq, xoşbəxtlik olacaq. Ona görə də bu bayraq yolunda
çarpışanlar, mübarizə aparanlar bu bayrağın kölgəsi altında birləşməlidirlər. Birləşməsələr olmaz. Bu bayraq birliyə dəlalət eləyir. Bu bayrağın kölgəsinin hesabına, bu bayrağın birliyinin hesabına biz təkrar Azərbaycan torpaqlarını azad elədik. Bu bayrağın qiymətini hər birimiz bilməlidir. Təkcə o ancaq və ancaq elə kabinetlərimizdə, başımızın üstündə, bayramlarda və digər tədbirlərdə dalğalanmalı deyil bu. Bu bayraq necə Rəsulzadənin buyurduğu vardı ki, bugün edən bu bayraq Azərbaycan gəncinin qəlbinə inir dedi 28 apreldə. Amma bu bayraq təkrar 71 ildən sonra yenə də qalxdı. Bu bayrağın altında rüşvət almaq olmaz. Bu bayrağın altında pis iş görmək olmaz. Bu bayrağın altında ancaq namusla, qeyrətlə, sədaqətlə, şərəflə fəaliyyət göstərmək olar. Bu bayraq belə müqəddəs bayraqdır. Təbii ki, bütün insanların qurduqları dövlətlərin bayraqları özləri üçün müqəddəsdir. Amma öz bayrağına hörmət eləyən hətta düşmən bayrağına da hörmət eləyir. Nə üçün? O da bir qrup insanın bayrağıdır. Onun üçün də bizim bayrağımızın müəlliflərinə, Əli bəy Hüseynzadəyə, Məhəmməd Əmin Rəsulzadəyə, onun silahdaşlarına bizim hörmət borcumuz var. Bizim minnət borcumuz var. Bizim bir şərəf borcumuz var. Bizim bir vicdanı borcumuz var və biz boynumuzun borcudur ki, bu bayrağın yolunda biz də şəhid olmağa hazır olaq. Allah bizə şərəfli ömür qismət elədi bu bayraq yolunda. İndi mən öz dualarımda belə deyirəm. Allahım şərəfli ömür verdin, amma qədrini bilmədim. Sənə layiq bilmədim bu ömrü. Mənə şərəfli ölüm qismət elə. Məni şəhadətə çatdır. Məni bu dünyadan abırla, şərəflə, imanla, ağılla apar. Bu bizim indi dualarımızdır. Allah bizim hər birimizə bu bayraq yolunda mübarizə aparıb, bu bayrağın amallarına uyğun nəticə əldə eləməyi nəsib eləsin. Allah şəhidlərimizin qisasını almaqla onların ruhlarını şad etməyi bizə nəsib eləsin. Allah qazilərimizə şəfa versin. Allah ordumuzu müzəffər, əskərimizi qalib eləsin. İrad tuturlar ki, mən niyə Allah şəhidlərimizin qisaslarını almaqla ruhlarını şad etməyi bizə nəsib eləsin. Bəyən biz şəhidlərimizin qisasını almamışıq, xeyr, almamışıq. Ona görə ki, bugün də şəhidimiz var, sabah da şəhidimiz olacaq və bütövlükdə dövlət olduqca, bayraq olduqca şəhid də olacaq. Onların qisaslarını almaq o zaman olacaq, nəsib olacaq bizə ki, biz onların uğrunda canlarını qurban verdiyi bu vətəni, bu torpağı onların arzuladığı kimi edəcəyik. Bu torpaqda, bu vətəndə, bu dövlətdə qanunlar işləyəcək. Hər kəs bir-birinə dost olacaq. Hər kəs bir-birinin haqqına girməyəcək. Heç kəs bir-birinin haqqına girməyəcək. Hər kəs bir-birini doğma, bacı və qardaş biləcək. Onda bizim şəhidlərimizin ruhu şad olacaq. Onda bizim qazilərimiz rahat yaşayacaq. Onda firavan yaşayacaq. Onda biləcək ki, onun qanunu, əzalarının bəzisini itirdiyi bu torpaqda ona layiq qiymət verilir. Onda biləcək. Onda biləcək ki, o normal yaşayır və bütün hüquqları qorunur. 80 manata aylıq və vacibi olmur. Dövlətin ona yardığı 80 manat olur. Yəni onda şəhidlərimizin ruhu şad olacaq. Bayramınız bir daha mübarək olsun. Azərbaycanımız bütöv olsun inşallah. İnşallah. Vəziyyəti elədir ki, burada bu müqəddəs heykəlin qarşısında bu ilk dəfə 93-cü, 94-cü ildə bu heykəlin qarşısında tədbirlər keçirmişik. İlk dəfə bu tədbirlər keçiriləndə hava limanından Azərbaycan Kültür Dərnəyinin rəhbərlərini, rəhmətlikləri Mehmet Kəngərdini, Əhməd Qaracanı gətirmişik bura. İlk dəfə bu tədbirlər belə başlayıb, belə rəvaz götürüb. Sonra bu tədbirlərdə Elçi bəy iştirak eləyib. Burada çox doğru və uzaq görən fikirlərini ifadə eləyibdir. Burada biz təmənnasız iştirak eləmişik. Burada bizim hətta tədbirlərimizə mane olmaq istəyiblər. Mane də olublar. Hətta icra başçısı gəlib burada iştirak eləyib və dağıdacam mən deyib. Bir dənə icra başçısı vardı. Sonra da oğlu deyəsən rəhmətlik Sovet İttifaqı qəhrəmanı Ziya Bünyatovun qətlində günahlandırılmışdı. Bax, o icra başçısı burada dava döyüb ki, yox, burada əgər millət vəkilləri çıxış eləsə,
Əgər burada Elçi bəy çıxış eləsə, burada qan düşəcək. Bu dünya aparıblar bizi, danışmışıq, nəhayət adam kimi başa salmışıq bu adam olmayanları da və işimizi görmüşük. Burada çox maneələr olur. Sonradan hamı bir arada olub, sonradan hamı yenə də pərən-pərən düşür. Bu bayraq bizim hamımızı meydanda birləşdirib. 1988-ci ildə bu bayraq ilk dəfə qalxanda buna Azərbaycan Xalq Cəbhəsinin bayrağı deyirdilər. Və o bayraq bizi birləşdirdi, biz millət olaraq. Hər rayondan, kənddən gəlmişdik, hər şəhərdən gəlmişdik, amma meydandan millət olaraq ayrıldıq. O 17 günlük o meydan hərəkatında birləşdik, ayrıldıq. Çox təəssüflər olsun ki, indi bu bayrağın altında ayrılmalar da var, bəyənməzliklər var və s. var. İnsanlar bir-birini bəyənmirlər. Ata oğlu, oğul atanı, ana qızı, qız ananı, nə bilim, gəlin qaynananı, qaynana və s. də belə. Heç kəs bir-birini bəyənmir. Bu bəyənməzliyi də Allah bəyənmir. Ona görə Azərbaycanın nicat yolu biraz uzun çəkir. Allah bayrağımızı uca eləsin, ziyarətimiz qəbul olsun. Amin ya Rabbil aləmin. Azərbaycan Cumhuriyyətinin 108 yaşı mübarək olsun. Amin ya Rabbil Nə aləmin. mutlu bizə ki, bu bayrağımızın şəhidlərin hesabına, qanı hesabına, qazilərimizə, ordumuza görə bu bayrağı işğaldan azad olunmuş torpaqlarda da gördük. Allah bunu bizə qismət elədi. Bir çoxumuza amma qismət eləmədi. İnsan çox arzulayır ki, istəyir ki, onun valideyni, atası, anası ən çox sevdiyi odur da, ikinci Allah'dır. Daim onun yanında olsun, amma olmur. Bizim valideynlərimizin çoxuna qismət olmadı. Bizim silahdaşlarımızın çoxsuna qismət olmadı. Nə mutlu bizə ki, biz bu günləri gördük. Onların da ruhları şad olsun, o görməyənlər. Amin ya Rabbil aləmin. Allah onların da ruhlarını şad eləsin. Amin Allah ya Azərbaycanımızı Rabbil bütöv eləsin. Bütöv Amin ya Azərbaycan günümüzün, vaxtımızın, həyatımızın çox yaxınlığındadır, qarşımızdadır. Amin ya Allah onu Rabbi. bizə nəsib eləsin inşallah. Bütöv Azərbaycan vətəndaşı olmaq nəsibimiz olsun inşallah. Nə arzu elədik gələndə elə avtobusda dostlardan deyirlər. Nə arzu elədik Allah onu bizi qismət elədi. Niyə görə? Ürəkdən arzuladıq. İçimizdən arzuladıq. Beynimizlə, düşüncəmizlə, qəlbimizlə buna kökləndi. Təmənnasız arzuladıq. Allah da bunu sevir. Sevir təmənnasız duanı, təmənnasız fəaliyyəti, təmənnasız edilənləri, hər şeyi sevir. Allah bizi bütöv Azərbaycan vətəndaşı olmağı bir daha bizə nəsib eləsin. Bayrağımız uca olsun. Allah mübarək eləsin bu bayramı. Xeyirli uğurlu Amin, bayram. amin, Sağ amin, olun. amin. Mahmud, ona koşulur. Estağfurullah. Mahmud, Estağfurullah, estağfurullah. ona koşulur. Mahmud. Ona qoşulun. Rəsulzadə Elçibəy. Rəsulzadə Elçibəy. Rəsulzadə Elçibəy. Rəsulzadə Elçibəy. Rəsulzadə Elçibəy. Azərbaycan Türkiyə. Azərbaycan Türkiyə. Azərbaycan Türkiyə. Keçirdim bu izah.